Cəmi 70 qəpiyə yeməkdən sonra yaranan köp, şişkinlik, həzmsizlik, bundan əlavə ağırlıq, mədədə ağrı, qaz kimi problemlərdən cəmi 70 qəpiyə azad olacaqsınız. Necə, hansı yolla, hansı vasitə ilə indi sizə izah eləyəcəm. Deməli, əgər siz də yemək yedikdən sonra mədənizə köp yaranırsa, şişkinlik yaranırsa, bunun ilk səbəbi həzmsizlikdir. Həzmsizlik isə nədən yaranır? İndi sizə izah eləyəcəm. İlk yaranma səbəbi mədə-altı vəzə yaranan problem, İkinci səbəb həzm fermentlərinin çatışmazlığı, üçüncüsü həddindən çox yemək yemək, dördüncüsü isə həzmə gecikən qidalar qəbul etməkdir ki, bu qidalara da yağlı qidalar, ədviyyatlı, həddindən çox acılı qidalardır ki, bunlar həzmə bir qədər gec getdiyinə görə sizdə yeməkdən sonra köp, şişkinlik yaradır ki, bu da sizi narahat edir. Və bu problemdən tez bir zamanda necə müalicə edərək aradan qaldıra bilərsiniz? İndi sizə izah eləyəcəm. İlk öncə ekranın kənarında olan ağ ürəyə qızardıb plus işarəsinə toxunmağı yaddan çıxartmayın. Yaxınlaşsa istənilən bir aptekə Mikrazim 25 minlik kapsul alırsınız. Deməli, Mikrazim 25 minlik kapsulanın tərkibində 25 min dozada pankreatin var ki, bu da elə istifadə etdiyiniz andan etibarən sizdə yaranan köp, həzmsizlik və şişkinlik problemini tamamilə aradan qaldıracaq. Nəyə görə? Çünki Mikrazim kapsula, əsas kapsulanın içərisində xırda-xırda kapsulaları var ki, bu da yeməklə eyni zamanda qəbul edildiyi vaxt əsas kapsula mədədə tez bir zamanda parçalanır və xırda kapsulalar yeməyə qarışaraq həzmi daha da sürətləndirir. Bundan əlavə mədə-altı vəzə yaranan problemi aradan qaldırır, həmçinin həzm fermentlərinin çatışmazlığını aradan qaldırır ki, bu da yeməkdən sonra yaranan köp, şişkinlik, həzmsizlik kimi problemləri tamamilə sonlandırır və sizdə daha rahat yeməkdən sonra daha rahat olmağınıza kömək edəcək. Yaxınlaşıb istənilən bir aptekdən əldə edə bilərsiniz. Qiyməti isə hər cibə uyğun və münasibdir. Videonu bəyənməyi, paylaşmağı və səhifəmizə takib atmağı yaddan çıxartmayın.